Bakıxanovda Arz Şadlıq Sarayına yaxın ərazidən, Abad məhəllədən, belə gözəl atraksiyonları olan məhəllədən, bax, abadlaşdırılmış məhəllədən 2 otaqlı mənzilimiz satışa çıxıb. Təqdimatını keçirmişik. Qiymətində endirim olub, inşallah 150 mindən təklif olunurdu, 145 minə salıbdır. Qiymət 2 otaq, 9-un 2-ci mərtəbəsi. Allah xeyir versin, videosunu yerləşdirəcəm, təkrar videosunu izləyin. Mənzilimizin qiyməti düşdü, 150 mindən 145 minə. 2 otaq, Bakıxanovda Asan xidmətə yaxındır, qiymət 145 min. Təmirli mənzilimiz satışa çıxıb. İstilik hökumətindir. Skvaznoydu. Mənzilimiz bax yer çəkəndir. Bir otaq buradadır, bir otaq buradadır. Qarşıda da uzun balkonu var. İndi bir göstərəcəm, baxın inşallah. Qiyməti də çox münasib qiymətə deyir. Binanın həyətini zadını çəkdim. Evin için çəkin, baxın. Bax, burada 11 metrlik balkonu var belə. Marşrut buradan keçir. Düz binanın qarşısından keçir. Qiyməti sonunda deyəcəm, inşallah. Çox münasibdir qiymət. Əşyalardan da Koxna mebeli saxlanılacaq. Santral qovşamıza baxın. Yəni, evi alınmayan əsaslı təmirə, nəsə təmirə ehtiyac yoxdur. Təmiri qaydasındadır, bax, polo. Koxnanı göstərəcəm. Aydı qapısına, yəni, baxın, ucuz indi çox evdə qoyurlar. Ucuz qapılardan deyil, yəni, bahalı qapıdır. Öz üçün təmir eləyib, öz üçün səliqəli evdir. Koxna mebeli evdə qalır.